Salam. Heç belə bir şey olubmu sizdə? Kiminləsə tanış olursunuz? Əvvəlcə hər şey, necə deyim, çox yaxşı gedir, amma sonra birdən-birə həmin insan sanki uzaqlaşır. Mesajlara gec cavab verir, gah yaxın, gah soyuq davranır, sizi belə bir qeyri-müəyyənlik içində buraxır. Çoxlarımıza yəqin ki, tanış vəziyyətdir. Bax, bugün əlimizdəki material məhz bu tip qarışıq siqnalların arxasındakı o dinamikanı araşdırır və olduqca, belə deyək, maraqlı bir iddia ortaya atır. Deyir ki, bəzən daha az əhəmiyyət vermək əslində daha yaxşı nəticə verə bilər. Gəlin baxaq, bu necə mümkündür? Bəli, göndərdiyiniz o materialın əsas arqumenti odur ki, bir insana həddindən artıq, yəni həddən ziyadə fokuslanmaq, onun hər addımını izləmək, cavablarını belə səbirsizliklə gözləmək, qarşı tərəfdə bir növ möhtaclıq təəssüratı yaradır. Araşdırmada deyilir ki, bu his qarşı tərəfə bir asılılıq, bir zəiflik siqnalı kimi ötürülür. Bu da təbii ki, cəlbediciliyi azalda bilər. Aydındır. Bəs bu möhtaclıq dediyimiz şey gündəlik həyatda necə özünü göstərir? Bəlkə siz də yaşamısınız bunu. Məsələn, o israrlı suallar olur, niyə gec yazdın kimi? Ya da cavab gəlməyəndə inciyirik, biraz bəlkə də pasiv-aqresiv nəsə deyirik. Bunlar həmin o möhtaclıq hissinin əlamətləridir. Tamamilə. Bax, məhz bu cür davranışlar cavab tələb edirmiş kimi danışmaq, küskünlük göstərmək, qarşı tərəfi dolayısıyla olsa günahlandırmaq, bunlar materialda qeyd olunan o möhtaclığın təzahürləridir və vurğulanır ki, bunun kökündə çox vaxt özünə inamsızlıq yatır. Bir də o münasibətin bitəcəyi ilə bağlı dərin bir qorxu. Ən maraqlısı da, necə deyim, odur ki, bu davranışlar əslində qorxduğumuz nəticəni, yəni qarşı tərəfin uzaqlaşmasını daha da sürətləndirir. Yəni, material deyir ki, onda gərək tamamilə laqeyd qalaq. Bu biraz qəribə səslənir axı. Əgər kiminləsə maraqlanırsansa, heç əhəmiyyət verməmək necə işə yaraya bilər ki? Əslində, daha çox həddindən artıq əhəmiyyət verməməkdən gedir. Bütün o emosional enerjini, bütün xoşbəxtlik gözləntisini tək bir insana, tək bir nəticəyə bağlamamaqdan. Material buna bolluq düşüncəsi deyir. Bolluq düşüncəsi. Hə, yəni bu o deməkdir ki, siz öz dəyərinizi, öz xoşbəxtliyinizi bir insanın diqqətinə, onun reaksiyasına bağlamırsınız. Sizin öz sosial çevrəniz var, maraqlarınız, məqsədləriniz var. Həm də ki, potensial partnyorlar baxımından da, belə deyək, alternativlərə açıqsınız. Bu, o qeyri-sağlam emosional asıllığın yaranmasının qarşısını alır. Deməli, bu sadəcə get başqaları ilə də danış məsələsi deyil, eləmi? Daha çox daxili bir vəziyyət, bir düşüncə tərzidir sanki. Bəs materialda bu bolluq düşüncəsini necə inkişaf etdirmək ya da o dediyiniz öz həyatına fokuslanmaq barədə daha konkret nəsə var? Bəzən bu məsləhətlər çox ümumi olur axı. Əlbəttə, konkretləşdirir. Deyir ki, bu həqiqətən də öz həyatına real, yəni əməlli başlı investisiya etmək deməkdir. Məsələn, işinə və ya təhsilinə ciddi yanaşmaq. Səni həyəcanlandıran, sənə zövq verən hobbilərlə məşğul olmaq, idmanla məşğul olmaq, formada qalmaq, dostlarınla keyfiyyətli, maraqlı vaxt keçirmək. Bunlar sadəcə vaxt öldürmək üçün deyil axı. Bunlar sənin kimliyini formalaşdırır, özünə olan hörmətini artırır və ən əsası, səni başqasının təsdiqindən asılı olmayan bir fərdə çevirir. Belə bir həyatı olan insan da oturub kiminsə mesajına nə vaxt cavab verəcəyini gözləməklə öz dəyərli vaxtını itirməz. Bu soyuqluq deyil yəni. Bu sağlam sərhəddir, özünə hörmətdir. Anladım. Yəni, öz həyatı zəngin olan insan təbii olaraq daha az möhtac görünür, daha çox özünə arxayın olur. Yaxşı, bəs qarşı tərəf həqiqətən də maraq göstərmirsə, yəni obyektiv olaraq hiss edirsən ki, maraq yoxdur. O zaman nə etməli? Bir uzaqlaşma görürsənsə, bunu şəxsi qəbul edib faciəyə çevirmə, sakitcə vəziyyəti qəbul et və enerjini başqa yerə yönəlt. Məhz burada da ən təəccüblü paradoks ortaya çıxır. Materiala görə çox vaxt sizin bu sakit, özünə arxayın və möhtac olmayan duruşunuz qarşı tərəfin marağını yenidən, hətta bəlkə daha çox cəlb edə bilir. Çünki bu, daxili güc deməkdir, müstəqillik deməkdir, özünə kifayət etmə siqnalıdır. Bunlar da adətən bilirsiniz ki, cəlbedici keyfiyyətlər sayılır. Deməli, onda belə çıxır ki, əsas fikir budur. Nəzarət edə bilmədiyimiz şeyə, yəni başqasının davranışına fokuslanmaq əvəzinə, nəzarət edə bildiyimiz şeyə, öz reaksiyalarımıza, öz düşüncələrimizə,
öz həyatımıza yönəlməliyik. Bu, həqiqətən də güclü bir baxış bucağıdır. Yeri gəlmişkən, əgər bizi YouTube-da izləyirsinizsə və bu söhbətimiz xoşunuza gəlirsə, zəhmət olmasa videonu bəyənin və bu cür müzakirələrdən xəbərdar olmaq üçün kanalımıza abunə olmağı da unutmayın. Yekun olaraq belə deyək də, oxuduğumuz material bizə onu göstərir ki, münasibətlərin, xüsusilə də o başlanğıc mərhələsində həddən artıq bağlılıq və möhtaclıq göstərmək əksər vaxt istədiyimiz nəticəni vermir. Bunun əvəzinə öz dəyərini bilmək, şəxsi həyatına önəm vermək, sağlam sərhədlər qurmaq və o dediyimiz bolluq düşüncəsi ilə hərəkət etmək daha müsbət bir dinamika yaradır və sizi daha cəlb edici edə bilər. Çox maraqlıdır. Bəs siz necə düşünürsünüz? Bu prinsip, yəni bir nəticəyə və ya insana həddindən artıq bağlanmamaq, daha çox prosesə və özünə fokuslanmaq təkcə münasibətlərdə yox. Məsələn, karyera hədəflərinə çatmaqda və ya ümumiyyətlə şəxsi inkişafda da eyni dərəcədə effektiv ola bilərmi? Bu da bir düşünməli məqamdır. Bəli, bəs siz əziz dinləyicilərimiz nə düşünürsünüz? Sizcə münasibətlərdə göstərilən o diqqət və qayğı hansı nöqtədən sonra, hansı həddən sonra əks effekt verməyə başlayır? O bolluq düşüncəsi sizin üçün nə deməkdir? Fikirlərinizi şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Və əgər bu müzakirələr sizin üçün faydalıdırsa, bizim bu işimizə dəyər verirsinizsə, bu söhbətlərin davamlı olmasına bir dəstək olmaq istəyirsinizsə, açıqlamada yerləşdirdiyimiz link vasitəsilə bizə virtual bir qəhvə ısmarlaya bilərsiniz. Hər bir dəstək bizim üçün çox önəmlidir. Diqqətiniz üçün təşəkkür edirik.